Nə dəlil axtarırsan? Allahın bir dənə sualına baxın Quranda. Əfillah şəkkun, deyir ki, Allaha şübhə edirsiniz. Allahda şübhə var. Allahda şək var. O mənada yox ki, qorxudan deyirsən, yox, şək eləmirəm. Şəkkün var, denən şəkkün var. Nə deməkdir bu? Niyə görə deyir, Allahda şək var? Cavab budur ki, buna qulaq asın. Cavab budur ki, yəni sən, nəyəsə şək eləmək ümumiyyətlə mümkündürsə, o Allah ola bilməz. Nəyəsə şək eləmək mümkündürsə, o Allah deyil. Sən bir şey tapsan ki, nə qədər düşünsən, şübhə yoxdur onun varlığını Allahdır. Allahda şək eləməyin ki, şək yol tapmır ya Allaha. Şək yol tapmır Allaha. Bir alim deyir ki, bir nəfər gəlmişdi mənim yanıma, Allahın inkarına dəlillər gətirmişdi. Allah yoxdur filan səbəbdən, filan səbəbdən, filan səbəbdən. Dedim ki, gəl mən neçə dənəsini də mən əlavə edeyim sənə. Çünki sənin təsəvvüründə olan Allah da oradan da yoxdur. Sənin təsəvvüründə olan Allah da oradan da yoxdur. Allah belə bir varlıq deyil ki, onda şək eləyəsən. Bu sözü yaxşı açmaq lazımdır. Allah elə bir varlıq deyil. Nəyəsə şək elədinsə Allah deyil. Şübhə elədinsə Allah deyil.